Əgər bu anda kofein tərkibli içkilər istifadə edəriksə, bədənin öz sisteminə ehtiyac qalmır. Niyyətimiz düzgündür, amma orqanizmimizə yanlış edirik. Kortizol və kofe. Səhv vaxt nə deməkdir? Bugün bundan danışacağıq. Biz səhər oyanan kimi kofe içirik. Çünki məqsəd enerji almaqdır və günə enerjili başlamaqdır. Niyyətimiz düzgündür, amma orqanizmimizə yanlış edirik. Orqanizm deyir ki, bir dəqiqə, mən indi özüm o siqnalı verəcəkdim. Səhər oyananda təbii olaraq kortizol dalğası yüksəlməyə başlayır. Bu bədənin oyan siqnalıdır. Əgər bu anda kofein tərkibli içkilər istifadə edəriksə, bədənin öz sisteminə ehtiyac qalmır və düşünür ki, qəhvə bu işi onun yerinə görür və ən təhlükəli hissə də elə budur. Bu bir müddət sonra bədən sabahları kortizolu yüksəltməməyə çalışır və buna ehtiyac yoxdur düşünür. Nəticə olaraq nə olur? Səhərlər kofeinsiz oyanmaq mümkünsüzləşir, çətinləşir və kortizol isə axşama doğru yüksəlməyə başlayır. Bu da zamanla yuxumuzun pozulmasına və günün sonuna da yorğun, stressli, gərgin hiss etməyimizə səbəb olur. Bu səhv addımdır. Amma əslində niyyətimiz doğrudur. Enerji toplamaq. Ona görə də kofe üçün ideal vaxt hansıdır? Oyanan kimi yox, oyanandan 60-90 dəqiqə sonra. Biz kofeni qadağan etmirik. Sadəcə kortizolun ritminə qarşı yox, onunla birlikdə işləməsi üçün düzgün zamanda içməyi tövsiyə edirik. Sonda bu videonu bəyənib paylaşmağı və kofe sevər dostlarınıza göndərməyi unutmayın. Şərhlərdə isə siz kofeni nə zaman içirsiniz, bunu qeyd edin. Özünüzə yaxşı baxın.